Əziz pasiyentlər, bugün sizə təbii, yəni vaginal doğuşun keysəriyədən üstünlüyü haqqında danışmaq istəyirəm. Ana üçün olan üstünlükləri nələrdir? Cərrahi risk minimaldır. Tromboz, peritonit, yara yeri infeksiyası, qan itkisi, anesteziya fəsadları və s. təbii doğuşda minimaldır. Uşaqlığın involyusiyası, uşaqlıq daha tez öz vəziyyətinə qayıdır. Ona görə ki, oksitosin təbii yolla ifraz olunur. Laktasiya daha erkən başlayır, əmizdirmə daha effektivdir. Gələcək hamiləliklər üçün risk minimaldır. Keysəriyyə ilə doğum etmiş qadınlarda, gələcək hamiləliklərdə cift gəlişi, uşaqlığın cırılması, plasenta akreata və s. kimi risklər artmış olur. Körpə üçün tibbi üstünlükləri nələrdir? Tənəffüs adaptasiyası daha yaxşıdır. Təbii doğuş zamanı ağciyərlərin sıxılması və stress hormonlarının təsirindən doğuşdan dərhal sonra ağciyərlərin genişlənməsi baş verir. Bağırsaq mikroflorası normal formalaşır. Bu, ananın vaginal florası ilə kolonizasiya sayəsində baş verir. Neyrohormonal stimulyasiya təbii doğuşda daha effektiv olur. Yeni doğanın hipoglikemiyası, distres sindromu və adaptasiya pozğunluqları təbii doğuşda daha minimaldır. Bir də təbii doğuşun psixoloji və sosial aspektləri vardır. Təbii doğuş qadında özünə nəzarət və inam hissini artırır. Qadın doğum prosesində aktiv iştirakçı olur. Keysəriyyə ilə doğan qadınlarda postpartum depressiya və özüm doğmadım hissi daha çox müşahidə olunur. Və bir də ana ilə körpə arasında dəri-dəriyə təmas təbii doğuşda mümkündür. Keysəriyyədə isə bu qeyri-mümkündür.